Martın 25'ində Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, tutulacaq, əsasən yağmursuz keçəcək, lakin səhər və axşam bəzi yerlərdə yağış yağacaq ehtimalı var. Milli Hidrometeorologiya Xidməti bildirir ki, mülayim şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 7-9, gündüz 12-17 dərəcə isti olacaq. Sabah Naxçıvanda da ara bir yağış yağacaq, şimşək çağacaq, temperatur 7-9 dərəcə isti gözlənilir. Azərbaycanın bəzi rayonlarında şimşək çağacaq, ara bir yağış yağacaq, intensivləşəcək, dolu düşəcək, dağlıq ərazilərə qar yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-10, gündüz 13-18 dərəcə, dağlarda gecə 2-5, gündüz 5-10 dərəcə isti gözlənilir. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.